Salam, əsgər verilişinin növbəti buraxılışı efirdədir. Bu dəfəki verilişimizdə biz sizi ön cəbhədə xidmət edən əsgərlərlə tanış edəcəyik. Burada ön cəbhə olmasına baxmayaraq, mütəmadi olaraq atəşkəs rejimi pozulur. Gördüyünüz kimi hal-hazırda düşmən atəşkəs rejimi pozulur. Lakin buna nisbətən əsgərlərimiz cavab atəşi ilə onları susturmağı bacarır. Atəşkəs rejiminin düşmən tərəfindən davamlı şəkildə pozulması ön cəbhədə döyüş xidmətinin aparılmasının daha da gücləndirilməsini tələb edir. Odur ki, Ensali hərbi hissənin şəxsi heyəti müvafiq intizam normalarına uyğun olaraq döyüş xidmətinin təşkilini və həyata keçirilməsini təmin edir. Bu baxımdan ilk növbədə döyüş növbəsinin aparılmasının təyin olunması vəzifəsi yerinə yetirilir. Əsgərlər silahları döyüşə hazır vəziyyətə gətirdikdən sonra döyüş mövqelərini tuturlar. Döyüş mövqelərini tutan əsgərlər düşmən tərəfindəki vəziyyəti qiymətləndirmək üçün onların hərəkətlərini müşahidə edir və döyüş situasiyasının real mənzərəsini müəyyənləşdirirlər. Bu baxımdan namərd xislətli və təxribatçı hərəkətlərə üstünlük verən düşmənin atəşkəs rejimini intensiv olaraq pozması faktı əks cavab tədbirlərinin görülməsində müəyyən edici rol oynayır. Biz Ensali hərbi hissədə çəkilişdə olarkən bunun əyani şahidi olduq. Yolda çavuş növbədə olamda desperasiya baş vermiş. Əskər Sadıqov. Əsgər Qaybov. Hə? Döyüş postunu təfil al. Oldu. Təxribat cəhdlərinin qarşısının alınmasında, habelə atəşin idarə olunması sahəsində vərdiş və bacarıqların təkmilləşdirilməsində, artilleriya silahlarının döyüş imkanları barədə biliklərin zənginləşdirilməsi böyük əhəmiyyətə malikdir. Odur ki, çəkiliş apardığımız hərbi hissədə əsgərlər müxtəlif mövzularda təlim məşqlərinə cəlb edilirlər. Əsgərlərin həmin məşqi məqsəd etibarilə planlı və plansız hədəflərə atəş açmaq vərdişlərinin keyfiyyətcə daha da yüksəldilməsinə xidmət edir. Düzgün! Baran! Get mərkəzə! Cənab başlarına batarya dərsə düzmüşdüm. Mərzuriyyə tam komandı leytenant Fərzəli. Salam cənab əsgərlər. Salam cənab baş leytenant. Hazır. Azad! Cənab zabitlər, çavuşlar və əsgərlər. Bugünkü dərsimizin mövzusu ixtisas hazırlığı mövzu 3 Busola görə paraya ipin qurulması. Məşğələ 1 və 2 Planlı və planlanan kənar hədəflərin məşq olunması. Bilirik ki, busola görə paralel ipin qurulması müxtəlif üsullarla aparılır. Busola görə, əsas minatana görə və göy cisimlərinə görə. Bugün bizim üçün vacib olan mövzu, məşğələ, busola görə paralel ipin qurulmasıdır. Yas yerlərinə! Marş! Diqqət! Diqqət! Normativ nömrə 7, paralel ipin qurulması busola görə. Paralel ipin qurulması busola görə. Əsas uçlama nöqtəsi məndən sağda 400 metr məsafədə dirək. Görə. Ehtiyat məndən arxada 200 metr məsafədə dirək. Görə. Çəkiliş apardığımız hərbi hissənin arasında əsgərlərə müxtəlif sahələr üzrə təlimlər keçirilir. Bu təlimlərdən biri də snayperçi əsgərlərin hazırlanmasıdır.
Hərbi əməliyyatların aparılmasında iri çaplı atıcı silahların həlledici rolu var. Bu baxımdan əsgərlər həmin kateqoriyadan olan döyüş vasitələrinin sirlərinə vaqif olmaq və taktiki imkanlarını düzgün qiymətləndirmək zərurəti qarşısındadırlar. Elə bunun nəticəsidir ki, döyüş xidmətini snayper silahı vasitəsilə yerinə yetirən əsgərlər mövqe məkanının təbii xarakteristikasını nəzərə alır və bu amili taktiki fəaliyyətdə uğurla tətbiq edirlər. Hərbi sistemimizin ərazisində müxtəlif cür təlimlər keçirilir. Bu təlimlərdən biri də snayperçi əskər və çavuşlarımızın ərazi fonuna uyğun maskalanmasıdır. Gördüyünüz kimi hal-hazırda bir snayperçi əskərimiz ərazi fonuna uyğun maskalanıb müvafiq tapşırıqları yerinə yetirir. Düşmənlə təmas xəttində ayıq-sayıqlıq və əks tərəfin taktiki gedişlərini düzgün proqnozlaşdırmaq qələbənin təmin edilməsi üçün olduqca zəruridir. Bu baxımdan münasib relyefdə qərarlaşan döyüş mövqeləri əsgərlərimizə düşmən üzərində üstünlüyün əldə edilməsində əlverişli şərait yaradır. Onlar burada mənfur düşmənin namərd xislətini bütün çılpaqlığı ilə görə bilir və nifrət hisslərini gücləndirirlər. Elə bunun nəticəsidir ki, hazırda düşmənin işğalı altında olan Cəbrayıl rayonunun ünvan göstəricisini binokulla müşahidə edən əskər tezliklə həmin ərazini azad etməyə tələsir. Cağlıqdan baş müşahidəçi əskər Şaban müşahidə olan zaman heç bir hadisə baş verməmişdir. Bizə sən əskər. Çox olun zəhmət. Çox yaxşı, çox gözəl hisslərdir. Döyüş növbətçiliyində olduğum zaman müşahidə aparıram. Torpaqlarımıza baxdığımızda sadəcə ürək yanğısı keçirik. Cəbrayıl sözü yazılan plakata baxdıqda ürək yanğısı keçirik. İnşallah gələcək bayramlarımızı biz öz torpaqlarımızda qeyd edəcəyik. Çünki Azərbaycan olsa buna qadirdir. Mən bu fürsətdən istifadə edib xalqımızın və silahlı qüvvələrində olan əsgərləri, zabitləri bayram münasibəti ilə təbrik edirəm. Mən valideynlərimi və bütün Azərbaycan xalqının Novruz bayramı münasibəti ilə təbrik edirəm və Ali Baş Komandamızın əmri ilə düşmən tapdağında olan torpaqlarımızı daima azad etməyə hazırıq. Mən fəxr edirəm ki, ön cəbhədə xidmət edirəm və fürsətdən istifadə edib valideynlərimi, o cümlədən bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm və mən xalqımıza əmin edirəm ki, Ali Baş Komandanın rəhbərliyi altında, işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırıq. Tarix boyu Azərbaycan torpaqlarına göz dikən erməni separatçılarının vəhşi xisləti təkzib edilməz sübutlarla təsdiq olunub. Cəbrailin düşməndən azad edilmiş Cocuq Mərcanlı kəndi ərazisində lentə aldığımız bu görüntülər tarixə şahidlik edir. Həmin görüntülərə ürək ağrısı ilə tamaşa etdikcə düşmənin nə qədər qorxaq və alçaq olduğuna şübhə yeri qalmır. Çünki hərbi əməliyyatlar mülki əhali ilə deyil, məhz hərbiçilərlə aparılmalı, silahların tuşlandığı obyektlər isə dinc yaşayış məntəqələri, mülki binalar yox, məhz hərbi təyinatlı obyektlər olmalıdır. Halbuki düşmənin buna cəsarəti çatmadığından dırnaqarası qəhrəmanlığını sadə vətəndaşların yaşayış binaları üzərində nümayiş etdirib. Hal-hazırda biz Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisindəyik. Arxamda gördüyünüz evlər müharibə dövründə xarabalıq halına çevrilib. Bütün bunlara baxmayaraq isə əsgərlərimiz bu ərazilərdə xidməti fəaliyyətini davam etdirir.
üçün yaddan çıxmır. Bu fikirləri Füzulinin düşməndən azad edilmiş yaşayış məntəqələrinə də şamil etmək olar. Qeyd edək ki, 82 kəndi olan Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda 1994-cü il yanvarın 5-dən 6-sına keçən gecə aparılmış qanlı döyüşlərin izləri hələ də qalmaqdadır. Xatırladaq ki, rayonun 82 kəndindən 22-si Milli Ordumuz tərəfindən azad edilib. Lakin təəssüf ki, Füzulinin 60 yaşayış məntəqəsi hələ də düşmən tapdağı altındadır. Hörmətli zabitlər, əsgərlər, çavuşlar, bugün bizim üçün Füzuli Dövlət Dram Teatrı olaraq çox əlamətdar bir gündür. Bu əlamətdar gün ondan ibarətdir ki, sizlərlə vətənimizin keşiyində ayıq-sayıq dayanan siz əsgərlərlə, zabitlərlə, çavuşlarla görüşə gəlmişik. Bu görüş Novruz bayramı ərəfəsindədir təbii ki. Mən Füzuli Dövlət Dram Teatrının bütün yaradıcı kollektiv adından sizləri bütövlükdə sizin simanızda Azərbaycan ordusunun, Müdafiə Nazirliyinin bütün şəxsi heyətini Azərbaycan İncəsənət nümayəndələri adından qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Sizlərə hərbi xidmətinizdə uğurlar və can sağlığı arzulayıram. Mənəvi cəhətdən nikbin və sosial baxımdan diqqətlə əhatə olunan əsgər qələbəyə doğru daha inamlı addımlayır. Elə bunun nəticəsidir ki, Füzuli Dövlət Dram Teatrının yaradıcı heyəti tez-tez hərbi hissələrdə olaraq əsgərlər qarşısında çıxış edirlər. Bu, həm də əsasi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Ordu Xalq Birliyinin mövcudluğuna əyani sübutdur. Biz en saylı hərbi hissədə çəkiliş apararkən belə məqamları da lentə aldıq. Hayır! Kim değil? Sədir. Aa! Şimdi evvela. Hayır, biraz dolayı. Ne dolu meyne? Hayır, bir dayak. Ne kaşak bizde ya? Ayak! Ağzımı üstüne. Hanım. Üçü çordu, üçü çardı. Atağıyla damırıp doğup böyle pompalar üstüne koyarım. Hayır, atıldık oğlum. Adam kızın yanında, adama kurye der. Ben dersen. Hayır, bana senler verirsen. Ala ona nehler. Zındık köpeği olur zındık. Bu ne darkiler? Azərbaycan Silahlı Qüvvələrinin ön cəbhədə xidmət edən əsgərləri mənəvi baxımdan olduğu kimi sosial məişət və qidalanma sarıdan da böyük diqqət və qayğı ilə əhatə olunur. Burada əsgərlər müasir yataq məişət avadanlıqlarından və geniş yeməkxanadan istifadə edirlər. Onların süfrəsində yüksək kalorili və ləziz yeməklər düzülür. Mərkədə. Yoldaş kapitan, tutkanlara ve kanal hizmeti yemeğe üzülmüştür. Karar reisi, başta Yusuf. Tamam canım askerler. Selam kaptan. Hazır. Hazır. Çavuş Vəliyev. Ben. Əsgərlərin fəaliyyəti günün nizam qaydasına uyğun olaraq təşkil edilir və həyata keçirilir. Bu baxımdan onlara gün ərzində yerinə yetirəcəkləri vəzifələr barədə məlumat verilir. Heç
Heç şübhəsiz hərbi əməliyyatların həyata keçirilməsində tank bölüyünün də üzərinə mühüm vəzifələr düşür. Onun əsas vəzifəsi düşmənin hücumunun təxribat xarakterli hərəkətlərinin qarşısını almaqdan ibarətdir. Bu baxımdan en ali hərbi hissənin adı çəkilən bölüyündə müvafiq sahə üzrə mütəmadi olaraq təlim məşqləri həyata keçirilir. Düşmənə qalib gəlməyin ən ibrətamiz yolu insanın polad iradəsindən və məslək aydınlığından keçir. Bu baxımdan sadalanan hər iki keyfiyyət xalqımızın mənfur düşmən üzərində qələbəsinə təminat verir. Çünki bizim polad iradəli əskərlərimiz və aydın məsləhli ali baş komandanımız var. İnşallah, işğal altındakı torpaqlarımızın azad olunacağı günə o qədər də çox qalmayıb. Qələbə naminə irəli, Azərbaycan əskəri.